Bu dərsimizdə CSS ilə 3D kub animasiya effektini qurmuş olacaq. Yeni qeydlərimiz də olacaqdır. Önəmli olan məqamları da toxunacaq. Elə isə gəlin mövzumuza keçid alaq. Gəlirəm index.html-də container divi içərisinə klası kub olan divi əlavə edirəm və bunun içərisinə kubun lazım olan hissələrini qurmuş oluram. İlk olaraq bura face klası yazıram və ikinci klas adımız front olsun, yəni ön üz olsun və bundan 6 dənə kopyalayıram. Bura back yazıram, yəni arxa üz, right sağ, left sol, daha sonra yuxarı və aşağı hissələrinə bu şəkildə klas adlarını verdim və eyni qaydada gəlirəm, bunu Azərbaycan dilinə çevirəm. Bura ön yazıram, arxa, sağ, sol, yuxarı və aşağı. Aha, bu şəkildə gəldi və style.css-ə gəlirəm. Burada container divimə bunu ingilis dilinə çevirəm. Container divimə genişlik olaraq 400 piksel, hündürlük olaraq 400 piksel verirəm və transform dərsini keçdiyim zaman bəlkə də bu mövzunu keçməmişəm. Keçmişəmsə belə yenidən təkrar etmiş olaq. Gəlib bura transform style yazıb preserve 3D vermiş oluram. Bu nə deməkdir? Yəni transform style yazdığımız zaman konteyner içərisindəki elementlərim 3D formatında görünmüş olacaqdır. İndi hal-hazırda bu adi bir şəkildə görünür. Əgər mən gəlib translate Z versəm ki, bunda dərs boyunca keçəcəyik. Translate Z ekrana doğru yaxınlaşdırır. Yəni müsbət dəyər verdiyimiz zaman ekrana doğru yaxınlaşdıracaqdır. Mənfi dəyər verdiyimiz zaman isə ekrandan uzaqlaşdıracaqdır. İndi hal-hazırda bu şəkildə qalsın və perspektiv olaraq 900 yazıram. Burada 9000 yazdım. Perspektiv nə qədər kiçik olarsa, o qədər güclü olacaqdır. Yəni mən misal 100 yazsam, bura perspektivlik güclü olmuş olacaqdır. İndi bu perspektivliyi də kodumuzu bitirdikdən sonra yorma olaraq nə işə yaradığını görmüş olacaq. Mən buna yüksək rəqəm verdiyim zaman perspektivlik kiçilmiş olacaqdır. İndi gəlirəm burada kub divimə genişlik olaraq 200 piksel, hündürlük olaraq 200 piksel verirəm və daha sonra position relative yazıram. Margin olaraq 6 olsun. Margin 6 və daha sonra transform style, buna da preserve 3D yazıram və transform translate Z olaraq mənfi 100 piksel verirəm ki, ekrandan belə deyək məsafədə görünmüş olsun. Yəni kub ekrandan uzaq məsafədə görünsün, 100 piksel, mənfi 100 piksel. Daha sonra index.html-də ilk olaraq hər bir face-ə eyni stil vermiş olacam. Gəlirəm bura, face divini seçirəm və position absolute yazıram bura. Genişlik olaraq 200 piksel, hündürlük olaraq 200 piksel verirəm və daha sonra display, flex, align items, center, justify content, center yazıram. Aha, bu şəkildə görünsün. Position absolute verdiyim zaman hər bir divim üst-üstə bu şəkildə gəlmiş olacaqdır və font weight olaraq 700 yazmış oluram.
İndi isə index.html-də front divindən başlayaraq 3D animasiyamızı qurmuş olacaq. Gəlirəm burada front divinə background olaraq misal bu rəngi yazaq və transform rotate bunu X oxu, Y oxu istiqamətində döndürəcək. Bura mən 0 dərəcə yazıram və transform translate Z 100 piksel verirəm. Və eyni qaydada back divinə arxa plan rəngi olaraq misal bu rəngi verək və rotate Y 180 degree yazıram və translate Z 100 piksel vermiş oluram və index.html-ə baxıram. Right divinə right background olaraq arxa plan rənginə mavi rəng vermiş oldum. Bura rotate Y 90 dərəcə yazacağım və translate Z 100 piksel vermiş oldum və sola left yazıram bura və rəngi bu şəkildə gəlsin və daha sonra bura mənfi 90 dərəcə verirəm. Translate Z olaraq da 100 piksel yazmış oluram və yuxarı divimə background olaraq misal bu rəng gəlsin. Artıq burada yuxarı və aşağı hissəni qurmuş olacağım. Ona görə də rotate Y yox, rotate X-dən istifadə edəcəm və bura müsbət 90 dərəcə yazacağam və eyni qaydada aşağı divə isə background olaraq misal bu rəng olsun və buna da mənfi 90 dərəcə vermiş olalım. Və bir də gəlin divlərimizə box shadow verək. Gəlirəm burada face divinə box shadow olaraq 0, 10 piksel, 20 piksel və RGBA olaraq 0, 0, 0 və 0.25 verirəm. Baxın bu şəkildə box shadow'umuz da gəlmiş oldu. İndi kub divimə animasiya animate yazıram bura və 8 saniyədə liner hərəkət etsin və sonsuz təkrarlansın. Və gəlirəm burada alpha keyframes animasiyamızın adını yazırıq və from'da transform translate Z burada kubda transform translate Z mənfi 100 piksel idi. Gəlirəm bunu mənfi 100 piksel şəklində yazıram və daha sonra transform rotate bura X olaraq 0 dərəcəni verirəm və rotate Y olaraq da buna da 0 dərəcə yazıram və son nöqtəsinə eynən bunları kopyalayıram, bura əlavə edirəm. Burada 360 dərəcə yazıram və buna da 360 dərəcə vermiş oluram. İndi burada baxın, fikir verin. Hərəkət etdiyi zaman mənim hal-hazırda yazdığım misal ön üz, arxa üz, sağ, sol və yuxarı, aşağı divlərimlə sadəcə aşağı div görünmüş oldu. Buradakı birinci problemimiz, baxın, hərəkət etdiyi zaman
bunun arxa üzünün bu şəkildə görünməyidir. Gəlirəm burada Face divimə Background, burada Background Visibility olaraq Hidden yazıram. Yəni arxa üz görünməsin. Və baxın, arxaya keçdiyi zaman arxa üz görünməyəcəkdir. İndi ikinci problemimiz nədir? Bizim misal burada front, back, right, left və top divimiz görünmür. Buna səbəb indi mən misal burada quş baxışı buradan görmək istəyirəm. Bunu yaratmaq üçün gəlirəm kub divimə transform rotate x, bunu silirəm və bura 40 dərəcə yazıram və rotate y olaraq 20 dərəcə vermiş oluram və daha sonra gəlirəm burada, baxın, ön üzü göstərmək üçün burada transform rotate y 0 dərəcə vermişik və transform translate z 100 piksel vermişik. Biz 3D animasiya formasını yaratdığımız zaman bu şəkildə ayrı-ayrı yazmamalıyıq. Yəni transform özəlliyində bir məqam vardır ki, bir qeyd vardır ki, burada transformu ayrı-ayrı deyil, yəni 3D animasiya formasını qurduğumuz zaman ayrı-ayrı deyil, bunlar birləşik yazılacaqdır. Əgər ayrı-ayrı yazıldığı zaman, baxın, fikir verin, transform rotate y-i və yaxud da ki transform rotate x-i burada görməzdən gələcəkdir. Sadəcə transform translate z 100 piksel görünəcəkdir. Və bizim də son yazdığımız transform translate z 100 piksel yazdığımıza görə sadəcə alt hissə görünmüş olacaqdır. Yəni bu şəkildə aşağı yazısını görmüş olacağıq. Ayrı-ayrı yazdığımız zaman sadəcə son yazdığımız transform özəlliyi burada qalmış olur və digər transform rotate x və yaxud da ki rotate y buradan silinmiş olacaqdır. Əgər bunun silinməyini istəmirəmsə, gəlirəm bu şəkildə ayrı-ayrı yazacağam. Bunu da eyni qaydada bunu silirəm və daha sonra bütün yazdığım transform özəlliyini bu şəkildə vermiş oluram. Və baxdığımız zaman, baxın, hal-hazırda istədiyimiz görüntünü almış olduq. Ön, sağ, sol, arxa üzü bu şəkildə aldıq. Ancaq burada istədiyim formatda gəlmədi. Aha, burada da istədiyim formatda gəlməməyimin səbəbi bunu 3D formatında görmək üçün yenə eyni qaydada gəlirəm, bu şəkildə yazıram. Və bunu da bu şəkildə yazmış oluram. Və hal-hazırda səhifəni yeniləyirəm. Baxın, belə bir görüntünü almış olacaq. Ancaq burada yuxarı qalxıram. Margin olaraq bura yuxarıdan və aşağıdan 60 piksel, sağdan və soldan auto yazıram ki, belə bir görüntünü almış olaq. Ancaq mən buradan transform rotate x və rotate y yazaraq quş baxışı formasını görmək istədim. Bunu yoruma alıram. Bunu mən belə deyim. Bura 20 yazsam, 20 degree yazsam, aha, bu nə deməkdir? Yəni mən bunu 0 degree və 0 degree yazsam, baxın bu şəkildə görünəcəkdir. Mən bura 40 degree verirəm. Yəni mən buna yuxarıdan baxmaq istəyirəm. İndi 20 degree bura yazsam, bu şəkildə görünəcək və hal-hazırda transform translate z-i mən göstərmək istəyirəm sizə. Misal, ön üzə burada bunu düzəltməmişdik. Gəlirəm bunu bu şəkildə düzəldirəm
Misal ön üzə 0 piksel yazsam, baxın nə oldu? Bu ortada qalmış oldu. Translate Z yazdığım zaman ekrana doğru çəkmək istəyirəm. Yəni mən bura 100 piksel yazdığım zaman baxın qabağa gəlmiş olacaqdır. Və yaxud da ki mən mənfi 10 yazsam və yaxud da ki 10 yox 30 yazım. Baxın 30 yazdığım zaman ekrandan uzaqlaşacaqdır. Yəni arxaya doğru çəkilmiş olacaqdır və ya 80 yazıram. Baxın 80 piksel yazdığım zaman ön üz arxaya çəkilmiş oldu. Ona görə də mən bunu ekrana doğru yaxınlaşdırmaq istəyirəmsə 100 piksel vermiş olacağam. Bu şəkildə görünəcək və burada Transform Style Preserve 3D nədir? Mən bunu yoruma alıram. Baxın yoruma aldığım zaman kub içərisində yazmış olduğum front, back, right, left 3D formatında görünmüş olmayacaqdır. Yəni hal-hazırda bu 2D formatında görünür. Əgər mən Preserve 3D yazsam, artıq bu mən istədiyim Translate Z verdiyim zaman istədiyim görünüşü, istədiyim animasiya formasını almış olacağım. Və bir də burada nə idi? Misal, perspektiv olmalıydı. Perspektivi mən burada yazmışdım. Misal perspektivi 100 verəm. İndi baxın 100 yazdığım zaman bunu yorumdan çıxardıram. 100 yazdığım zaman görün nə olacaqdır. Heç nə olmadı. Bircə dəqiqə. Perspektiv 500 verəm. Yenə dəyişən heç nə olmadı. Burada bunu piksellə yazmaq lazımdır. Misal 500 piksel verəm və 100 yazdığım zaman 100 piksel. Baxın perspektiv 100 piksel verdiyim zaman daha güclü perspektivə sahib olmuş olacaqdır. Baxın bu şəkildə görünmüş olacaqdır. Əgər mən gəlib bura yüksək rəqəm yazdığım zaman perspektivlik zəif görünmüş olacaqdır və bu şəkildə görüntüyə sahib olmuş olacaq. Bu dərsdə öyrənəcəklərimiz bu idi. Transform Style Preserve 3D nə işə yarayır və yaxud da ki Translate Z nə iş görür. Daha sonra misal Rotate Y, Rotate X'i burada öyrənmiş olduq bir daha və transform özəlliyində, yəni 3D animasiya formasını yaratmaq üçün transformda bütün özəlliklər, belə deyək, bir yerdə cəmləşmiş olur, bir yerdə yazılmış olur. Bu dərsimizdən də bu qədər. Ümidvaram bu dərsdə də çox şeylər öyrəndik və yeniliklər qatmış olduq. Bu dərsimizdən də bu qədər. Gələn növbəti dərslərimizdə, növbəti layihələrimizdə görüşənə qədər hələlik.